Ütünün təmiz altlığı parçanın üzərində asan sürüşməsini təmin edir və ütüləmə prosesini sürətləndirir. Lakin zaman keçdikcə onun səthində ərimiş sintetik liflər, yuyucu vasitələrin qalıqları, nişasta, tük və əhəng çöküntüsü əmələ gələ bilər. Lovedeko nəşrinin yazdığına görə bu çirkləri həm xüsusi təmizləyici vasitələrlə, həm də demək olar ki, hər evdə olan sadə məhsullarla aradan qaldırmaq mümkündür. Nəşr qeyd edir ki, yanıq izlərinin yaranmasının əsas səbəbi düzgün temperatur rejiminin seçilməməsidir. Sintetik parçalar yüksək temperaturda ütüləndikdə onların lifləri əriyərək ütünün altlığına yapışır. Nəticədə zamanla tünd rəngli örtük yaranır və bu da açıq rəngli geyimlərdə ləkələr buraxa bilər. Bundan əlavə, ütünün səthində yumşaldıcı vasitələrin, nişastanın, termoyapışqanların və digər parça baxımı məhsullarının qalıqları da toplanır. Buxar funksiyalı modellərdə isə sərt kran suyundan istifadə nəticəsində əhəng çöküntüsü yaranır. Bu çirklər ütünün sürüşməsini çətinləşdirir və onun iş səmərəliliyini azaldır. Yüngül çirklənmə zamanı cihazı elektrik şəbəkəsindən ayırıb tam soymasını gözləmək, sonra isə altlığını yumşaq nəm parça ilə silmək kifayətdir. Zərurət yaranarsa, parçaya bir neçə damcı qab yuyan maye əlavə etmək olar. Parça lifləri altlığa yapışıbsa, ütünü azca qızdıraraq qalın pambıq parça və ya köhnə dəsmal üzərində hərəkət etdirmək tövsiyə olunur. İstilik çirki yumşaldacaq və onun təmizlənməsini asanlaşdıracaq. Buxarlı modellərdə buxar funksiyasını da aktivləşdirmək olar. Güclü yanıq izləri üçün ütü təmizləmək məqsədilə istehsal olunan xüsusi qələm, krem və ya pastalardan istifadə məsləhət görülür. Bu vasitələr çirki effektiv şəkildə həll edir və keramika, yapışmayan örtük və ya polad səthə zərər vermir. Ev şəraitində istifadə oluna biləcək digər vasitələr bunlardır. Qida sodası az miqdarda su ilə qarışdırılaraq qatı pasta hazırlanır, soyuq altlığa çəkilir və bir neçə dəqiqədən sonra nəm parça ilə silinir. Qarışığın buxar dəliklərinə düşməməsinə diqqət yetirilməlidir. Qab yuyan maye, yağ və məişət kimyəvi vasitələrinin qalıqlarını yaxşı təmizləyir. Tərkibində abraziv olmayan ağ diş pastası təzə ləkələri və yüngül çöküntünü aradan qaldırmağa kömək edir. İri dənəli mətbəx duzu pambıq parça və ya kağız üzərinə səpilir, sonra azca qızdırılmış ütü onun üzərində hərəkət etdirilir. Lakin bu üsul keramika və yapışmayan örtüklü modellər üçün uyğun olmaya bilər, çünki səthi cıza bilər. Təmizləmədən sonra ütünü bir neçə dəfə köhnə dəsmal və ya istifadəyə yararsız pambıq parça üzərində işlətmək tövsiyə olunur. Bu, təmizləyici vasitələrin qalıqlarını tamamilə aradan qaldırmağa kömək edir. Mütəxəssislər metal süngərlərdən, bıçaqlardan, zımpara kağızından və digər abraziv vasitələrdən istifadə etməməyi tövsiyə edirlər. Çünki onlar ütünün altlığında cızıqlar yaradır və sonradan çirkin daha tez yığılmasına səbəb olur. Həmçinin istehsalçı tərəfindən tövsiyə edilmədiyi halda sirkədən istifadə etmək məsləhət görülmür. Çünki bəzi ütü modellərində bu maddə qoruyucu örtüyə zərər verə bilər.